Ermənistan və Azərbaycanın silahlı qüvvələrin fərqini, kimdə daha güclüdür, kimdə nə çoxdur, kimdə tankı çoxdur, kimdə samolotu yırtıcı çoxdur, bunların fərqinə baxacağıq. Ona görə videonu bəyənirsən, kanala abunə olsan, bildirişləri açmağı unutmursan, mütləq bu videonu izləyirsənsə mənim Instagram səhifəmə də abunə ola bilərsən. Instagramda maraqlı foto, video, story, reels, çox maraqlı paylaşımlar edirəm. Başa düşürsən? Çox maraqlı paylaşımlar edirəm. Ona görə əgər sən kəşfiyyatdan gəlmisənsə, mütləq bu kanala abunə ol, dəstək ol. Instagrama da girib oradan baş çəkə bilərsən. Çünki Instagramda aşırı maraqlı kontentlər yaradıram. Nəysə uzatmadan like-ını qoyursan, şirniyyat, yemək, çay gətirirsən, qoyursan qabağına. Yox, amma yeyirsənsə nuş olsun və xoş izləmələr. Deməli, burada belə bir məsələ var. Bu nədir? Bu yırtıcılardır. Nə? Ermənistan yırtıcılarıdır. Ermənistanın 4 dənə, bunun adı nədir? Bu nədir? Bu yırtıcı nədir? Samolyot, nə? Raket buraxan samolyotdur. Bu nədir? Cəmi 4 dənədir. O boyda Ermənistana cəmi 4 dənədir. Bizdə nə qədərdir? Bizdə çox olar. Bizdə çox olacaqdır yəqin ki. Amma bizimki nə qədərdir ola? Bizdə nə qədərdir? Yumika Az alış-verişin üçün doğru seçim. Çünki burada smartfonlardan tutmuş notebooklara, monitor və oyun konsollarına qədər istədiyin hər şeyi ala bilərsən. Sadəcə Yumika Az saytına daxil ol, istədiyini axtar və seç. Və salam. Sifarişin birbaşa düz qapıya gələcək. Ödənişini isə necə istəyirsən, onlayn və ya qapıda kuryerdən təhvil alanda. Yumika Az, hər şey sənin üçün. Bizdə çox 12 dənə. Vay, qoyduq sizə burada. Hələ çox demirəm, hələ gəlin yırtıcıları dalaşdıraq bəsimizdir. Bu istribitel, yırtıcılar bizdə çoxdur. 4-12. Malatsı, bomba kimi. Bu nə samolyotlardır? Bu nə uçaqlardır? 2 dənədir. Bu nə uçağıdır ki? Yəqin nəsə daşıyacaq, yəqin saldat, maldat, əskər zad daşıyan bizdə də 2 dənədir. Bizdə də 2 dənə, onlarda da 2 dənə. Olsun. Nədir bunun adı? Bu nədir? Transportna aviasiya. Transportna aviasiya, yəni transport nə deməkdir? Nəqliyyat aviasiyasıdır. Yəni nəsə daşıyır bu. Yəqin tank, samolyot, maşın və ya adam və ya güllə, raket fərq etmir. 2 dənə olsun da. Yəqin ki bizə o qədər lazım deyil daşımaq. Biz yəqin buradan göndəririk, orada partlayır. Ermənistanda, bu da yırtıcılardır. Mahnıya bax bir dənə. Həyəcan basıb mən. Oy Allahlar da nə qədərdir? Məzələnmə. Nə, 2 dənə? Burada deyəsən səhv var. Qardaşım, 2 dənə deyil bu. Burada yazılıb 2 dənə, amma bu 2 deyil axı, burada çoxdur. Burada çoxdur, 2 deyil. Deyən bir dənə sayım da qardaşım. Bizə nə gedir ki? Deyən görüm valla. Mən sayacam. 7, 8, 9, 10. Deməli 14'ü biz qardaşım vururuq 10'a. Bu elədi 140. Üstə gəldi qabaqda 4 dənə. 144. 64 ara, 144 ara. Yəqin ki düz hesablayıram da. Bu nədir? Vertolyotlar. Qəşəng. Yazacaq indi 2 dənə. Bu ciddir ha qardaşım. 20 dənədir. Bu yəqin vertolyotdur, güllə atan, qumbara atan, nə bilim adlarını bilmirəm. Amma bizdə də eynidir deyəsən, deyən. Eynidir, eyni samolyotlardandır. Ola bilər model fərqi var. Yəni burada gravitasiya saytı bizdə nə qədərdir? Bizdə də 16 dənə. Onlarda neçə dənə idi? Onlarda 20 dənədir. Bunlarda çoxdur, Udarные vertolyoты. Bu deməkdir ki, Ermənistanın, yəni Azərbaycan dilim zəifdir, perevod elə bilmirəm. Nə deyim mən buna? Udarные vertolyoты. Yəni raket buraxan vertolyot. Nə deyim mən buna? Bu nə vertolyotlardır belə? Bu nə qəşəng vertolyotlardır belə? Nə danışırsan? Ermənistanda bu qədər vertolyot var. 36 dənə vertolyot var. Bu yəqin ki transport vertolyotdur. Transport, yəni soldatları daşıyacaq vertolyot. Azərbaycanda görək nə qədərdir. $86 dənə. Qəşəng. Bizdə bunlardan çoxdur. Pulları yoxdur, kasıblar, ölürlər acından. Başa düşürsən? Bizimkinə bax. Kolleksiya deyə kolleksiya. Ümumi vertolyotdur.
Qəşəng. Məni çox qınamayın, əskərlikdə olmamışam. Niyə qod deyəm, mən bilmirəm bunların adı nədir. Yəqin ki, baxanlar bilir də indi nə olan şeydir. Nə qədərdir bunlarda? 100 dənədir. Bizdə biraz kamazlarımız, raket bırakan kamazlarımız PVO vuranlardır, göydəkilər vuranlardır yəni, yox. Bizdə nə qədərdir? 218 dənə. Реактивная система nə? Залпового огня. Şimdi raket bırakır da, nə bilim. Ha, bunu görmüşəm. Bundan görmüşəm. Bundan PUBG-da var. Okey. Çoxdur. Çoxdur uşaqlar. 145 dənədir. Zarafat gəlməsin. Çoxdur bunlarda. Bizdə nə qədərdir? Sizdən mədələnmə bizdə. 145 onlardadır, 300 dənə bizdədir. Fərqə var bir dənə. Buksirma artilleriya, yəni daşıyacaq artilleriya. Daşıyacaq, yəni bunları daşıyırlar, yerləşdirirlər və onlar da artıq boypripasla vururlar oradan. Tamam. Amma bu artıq daha ağır. Üstünə Ru nömrələr var. 4 dənə də Azərbaycanda bundan. Ermənistanda da yəqin ki 4 dənədir. Yox, Ermənistanda biraz çoxdur. Bu nəsə Rusiyanın istehsalıdır, yoxsa mənə Ru yazılır. Bunlarda çoxdur. Bunlarda 16 dənədir. Bizdə 4 dənə. Ballistiçiski raketi. Ballistiçiski raketi. Bizdə niyə 4 dənədir? Ядерное оружие, yəni ядерное оружие nə bizdə var, nə onlarda var, 0. Ядерное оружие deyəsən 1-2 dənə ölkədə var da, yəni bütün ölkələrdə yoxdur. Tanklar. Tank sayı bunlarda nə qədərdir? 37 dənə Ermənistanın tankı var. Azərbaycanda görək nə qədərdir? Nə danışırsan? Oha! 297 dənə. Elə gəlin tanklarımızı dalaşdıraq, elə müharibə onsuz da bizimdir də. Samoxodna artilleriya. Oy, fərqə bax bir dənə. Fərqə bax. Bu nə tanklardır? Samoxodna. O samoxodna, bu samoxod deyil. Bu vizyoxoddur, nədir? Ermənistanda 221 dənə burak şeylər, tanklardan var. Bizim tanklarımıza bax, gönə qəşəng sadədir. Gönə qəşəngdir. Ya bu belə fotodur, yəni bu birə-bir deyil uşaqlar, yəni. Məzələnmə, bizim tanklara bax. Qardaşım, aşırı çoxdur bizdə. Aha, gəmi, bizdə dəniz var, onlarda var dəniz. Azərbaycanda 24 dənə Morskoy flot var, не имеет выхода к морю. Bunlarda dəniz olmadığı üçün kasıblar, yoxdur sizdə, bizdə amma var. Morskoy flot. Sualtı. Vay ya. Nə qədər? 4 dənədir. Qəşəng. Badımcan oxşayır ha. Badımcan da olmasa. 4 dənədir. Ayla. Onlarda da dənizə podvodniy olar ki, sualtı lötkələr. Onlarda da yoxdur da. Kasıblar. Dənizləri belə yox deyə. Yəni. Aha. Sonra. Bu nədir? Soldatlar. Sən öz soldatlardır. Allahqı soldatlardır. Bu kimin soldatlarıdır? Bu nədir? Bu kimin soldatlarıdır? Ermənistanın 57.500. Bəli, sənsə bu nə qədərdir? Azərbaycana baxaq bir dənə. Ay Allah, bir dənə çox az olmasa. Prinsip deməli üçün bu video sənin. Giz olmuşam. Qurtarmaq bilmir bizim millət sən öl.
126.400 fərqə bax, qardaş. Aktivni təklif eləyirəm ki, qardaş, təklif eləyirəm ki, Azərbaycan, elə bax yığışsınlar, elə bunlar döysünlər onları. Və salam, soldatların döyək, tank sürməyə də adam qalmayacaq. Elə deyirik, belə onsuz da müharibə qutardı, onsuz da qalib gəlmişik. Sadəcə indi bu gravitasiya saytın statistikasıdır, bilmirik, yəni dəqiqdir, nə qədər dəqiq, amma 2024 ilin, 2024-ün gravitasiya saytın statistikasıdır. Yəni inanıram ki, burada dezinformasiya olmaz, plus minus düzdür. Bu nə soldatlardır bəs? Mənə maraqlı idi, o aktivni... bir dəqiqə, o aktivni idi. Yəni hal-hazırda müharibədə və ümumiyyətlə əsgərlikdə olan soldat sayı 57.000 onlardaydı, 126.000 bizdə idi. Ermənistanda 210.000 yedəkdə qalan yəqin əsgərlər sayıdır. Yedəkdir yəqin ki. Bu mən belə düşünürəm, bilmirəm dəqiqdir yoxsa yox. Yəni aktivni sila, aktiv yəni hal-hazırda olan əsgərlərin sayı, bu isə yedək. Yedək bizdə daha çox olmalıdır. Yedək bizdə daha çox olmalıdır. Ən azı bir dənə YouTuberlər var. Anası, bu nədir? 300.000. Bu nədir? Rezervni sil. Hə, rezerv gücü də, deyirəm də rezerv. Çox maraqlı idi mənə görə. Necə deyirlər, yaşasın Azərbaycan. Görüşərik.